Dostlar, aylanın budağı tuttum. Bu dəqiqə ağacdakı budağı. Əlindən də tutmuşam. Buraxanda da dayana bilir, amma tutmuşam. Dən buraxım dur. Baxın. Əsl meymun. Orijinallı meymun. Gəl. Aşkım bəsdir də oturdum. 5 dəqiqədən çox da oturursan. Düşürsən? Nə yox, düş hadi. Bu arada da harda olduğumuzu deyim də ki. Damdayıq. Yəni bildiyiniz damdayıq. Baxın aşağıdan çıxmışıq. İndi bir dəqiqə göstərəcəm sizə daha dəqiq. Ayla bax başımıza iş yerdə. Hop. Gedək gəzək. Tutlar var aşkım orada. Gəl. Gedək tut göstərəcəm sənə hələ. Buradan çıxdıq. Bura və bura. Ayla hal-hazırda qucağımdadır və belə bir yerdən hoppanacağıq. Ayla da hoppanmaq istədi. Onu qaldırdım. İndi o hoppanacaq. Hadi aşkım gəl. 1, 2 Dayan. 2 Hoppa, aferin. İrada tutlar var, indi gedəcək ora. Burada da bu arada toklar var. Bayağı təhlükəlidir. Amma mənzərə çox gözəldir. Yəni durduğumuz yerdə hal-hazırda full ağaclıq. Bir şey deyəcəm, normalda belə yerlərdə rayonda daha çox huzur tapır insan, amma burada da huzur tapmaq olur çünki başımızın üstünə baxın, full ağaçdır. Ayla gedək qabağa, orada tut var. Gedək. Hadi gəl. Gedib ayaqqabılarını uyumalıyıq. Bayağı kirləndirlər. Aylaya yeni ayaqqabı lazımdır. Sağmağa şey yoxdur. Hop. Aldım qucağıma çünki tok var burada. Onu keçəcəyik indi. Altına getmə təhlükəlidir baxsan çünki bütün hər yer full tokdur. Aşağıda gözəllik salonu var və bura onun gözəllik salonunun yeridir. Ona görə çox təhlükəlidir. Amma sizin üçün çıxdım bura mən. Hətta qabağa uca getməyəcəm. Amma irədə tut ağacı var. Bir dənə gözləyin. Baxın, oraya tut ağacıdır, amma indi gedən deyiləm. Çünki Ayla da yanımdadır və risk almıram. Ayla gedək biraz oturaq tam tərəfdə baxaq. Sonra şey eləyək. Aşağı düşərik. Sonra aşağı düşəcəyik. Biraz da gəzək Ayla ilə, ondan sonra aşağı düşüb biraz aşağıda da gəzərik. Konfet. Yaşadım sağdan. Aylaya konfet götürdüm evdən çıxmadan əvvəl. Yeməyini çox gözəl yedi. Özü yatmaq vaxtını yadıma saldı. Bugün çox huzurlu davrandı. Ona görə ödül olaraq bir dənə konfet vermək qərarına gəldim. İndi gedək yeyib təzədən çıxmaq lazım. Parkur keçirəm. Hoppa. Aferin, məndən tez çıxdın. Səndən tez çıxdın. Yoruldun. Ayla yorulub daşın üstündə oturdu. Daşın üstündə oturdu. Baba, mən də çıxa bilsəm indi. Cidden burada daha əvvəl də gəlmişdim, amma bu qədər çətin deyildi. Həm vlog, həm Aylaya nəzarət çətindir. Baxın. Aşağı inirik, amma ondan əvvəl konfetimizi yiyəcəyik. Yəni Aylanı oturtdum torpağın üstündə. Bəzən insana huzur lazım olur və bu huzuru heç yerdə tapa bilmirsən. Onda da gəlib belə bir yerdə oturursan və bu da sənə huzur olur məncə. Ayla, sən gəl, hop, qucuma. Çünki təhlükəli düşüb eləyərsən. Otur qucağımda. Belə bir yer sənə az olsa huzur verir. Yaxşı otur, özün otur, amma qucumda otur. Dostlar, cibimdə əriyib bu. Ayda, mən bilirdim, amma yenə öz dedim, birdən əriməz, əriyib amma. Olsun bizdə içəcək yəni, açmıdır. Dostlar, bunlar uşaq konfeti olaraq gedir, buna baxın. Ayla, əriyib, ərimiş şokolad olub. Ayla ilə bugün marajını da yemişik. Dayan. Artıq belə yiyəcək, neyiniyim. Amma həqiq deyirəm, biraz dadına baxdım. Ərimiş şokoladın ağır dadı var. Ayla, bəyəndin. Ayla bu dəqiqə tutluğun önündə oturmuş. Hətta tutlar hal-hazırda yetişməyib, amma irəlidə yetişəcək və yetişmiş tut yiyəcək. Üstüm batıb biraz. Aşağıya düşdük. Ayla da bayağı bir yoruldu yəni. Hatta yatacaq. İndi evə qaldıracağım onu. Yıkayacağım, onu sonra yatırıq biz. Hadi bay bay.